Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bölgə TV xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyat İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda yollardakı vəziyyət: Bakı-Sumqayıt şosesi 20 yanvar metro stansiyası istiqamətində, Tbilisi prospekti 20 yanvar metro stansiyasından mərkəz istiqamətində, Heydər Əliyev prospekti əsas yol mərkəzi istiqamətində, Heydər Əliyev prospekti köməkçi yol mərkəzi istiqamətində, Yusif Səfərov küçəsi mərkəz istiqamətində, Üzeyir Hacıbəyli küçəsi Azadlıq prospekti ilə kəsişməyə qədər, Tbilisi prospekti İzmir küçəsi ilə kəsişmədən 20 yanvar metro stansiyası istiqamətində, 1-ci Göl kənarı yolu Ziya Bünyadov prospekti istiqamətində, Binəqədi şosesi Azadlıq prospekti metro stansiyası istiqamətində, 8 noyabr prospekti Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində, Ağlı Mustafayev küçəsi Ziya Bünyadov prospekti istiqamətində, Ziya Bünyadov prospekti Müzəffər Nərmanov küçəsi ilə kəsişmədən 20 yanvar metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur. Rəna Rövşən qızı, BTV.